Səlcuqlar imperiyasının yaranmasında da, o cümlədən və Şah İsmayıl Xətainin hakimiyyətində də Afşarlar böyük rol oynamışlar və çox əhəmiyyətli mövqeləri olmuşdur. Çox doğru buyursunuz, Şah İsmayıl Xətainin dövründə Saray Kitabxanasının rəisi, dövrünün məşhur xəttatı, rəssamı, qravürçü rəssamı Sadıq bəy Əfşar idi. Sadıq bəy Əfşarın bugün də Parisdə Luvr muzeyində onun qravür əsərləri nümayiş elətdirilir. Hədsiz dərəcədə geniş fikirli, kamil, mükəmməl bir insan idi. Yaradıcılığı ilə ədəbi mühitə öz adını yazmış bir şəxs idi. Qafqaz Oğuznaməsi Kitab-ı Diyarbəkiriyyədə göstərildiyi kimi, Gökçə dənizinin sahillərində yayılayan Oğuzlar Qarabağ düzənliklərini, Mil Muğan ovalıqlarını özlərinə qışlaq yeri seçib. Əfşar, Bayat, Qaradolaq, Kəbirli və başqa Oğuz elləri tarixin hansı məqamındasa göz işlədikcə uzanan bu genişlikdə öz dəyələrini salıb çadırlarını qurublar. Oğuzların tarixindən danışarkən Afşarların tarixindən danışmamaq mümkün deyil. Türk tarixçi tədqiqatçısı Fərux Sümərin Oğuznamə kitabında çox aydın göstərir ki, bugünkü günə qədər Oğuz boylarından 24 boydan yalnız Afşar boyları bugünə qədər öz qədim adət-ənənələrini qoruyub saxlaya bilmişlər. Afşarların bu fəaliyyəti özlərinin həmişə hər bir hadisələrin mərkəzində olmaları ona gətirib çıxartdı ki, Nadir Şah Afşar Afşarlardan çıxdı və Afşar imperiyası qurdu. Şöhlət Axundov Əfşar əsillidir. Soyunu özünə ləqəb götürüb. Dədə Qorqud dastanlarında deyildiyi kimi adını özü seçib, yaşını, uğurunu Allah versin. Əfşarlarla bağlı müəyyən araşdırmaları var. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvüdür. Norveç alimi səyyahı Tur Neyrdal və keçmiş SSR Elmlər Akademiyasının Etnografiya İnstitutunun baş elmçisi Henrik Anokhin və digər xristiyan alimlər və tədqiqatçılar, həmçinin bunun içində fransızı var, ingilisi var, almanı var, mən sadalamıram. Bunların Qobustanda, Gəmqaya abidələrində və digər yerlərdə apardığı tədqiqatlardan bir mənalı məlum olub ki, burada Afşarlara məxsus tamğalar və nişanlar vardır. Afşarlar bizə indiyə qədər belə məlum odur ki, Ağcabədidə, yəni mənim doğulduğum kənd, böyük Afşar kəndi var, bir də aşağıda bir kiçik Afşar kəndi var, aşağı Afşar kəndi deyilir. Biz elə bilirmişik ki, indiyə qədər həqiqi mənada Azərbaycanda, yəni Şimali Azərbaycanda bizdə yalnız buradadır. Lakin indi bu tədqiqatlar o qədər genişlənib araşdırılıb ki, məlum olur ki, misal üçün Saatlıda Afşarlar var, Beyləqanda Afşarlar var, o cümlədən Cəllabadda Afşarlar var, Borçalıda Arıqlı kəndi Afşarlardır. Filologiya elmləri doktoru professor Akif Bayram həmin kətdəndir. Çünki deməli Nadir Şah Afşar boyunun Arıqlı tayfasındandır, özü, bilavasitə o tayfadandır. Həmin tayfa gəlib məskunlaşıb, o vaxtı Nadir Şah hakimiyyətdə olarkən çox böyük yayğınlaşma gedib, o cümlədən Bakının kətlərində sizə məlumdur ki, indi bu 32 kəndin 32-sində də vaxtilə Afşarlar çox məskunlaşıb yaşayır. İnqilabdan qabaq Bakı şəhərində təkcə 68 Afşar bəy olub. O bəylərin ən mühümü, ağsaqqalı tanınmışı Afşar xan Aşurbəyli olub, yəni Nabat xanım Aşurbəyli atası, hansı ki Nabat xanım Aşurbəyli Təzəpir məscidinin tihtidir. O cümlədən onun qardaşı oğlu Əjdər bəy də Bakıda Göy məscidi tihtidir. Sara Aşurbəyli də Nabat xanım Aşurbəylinin qızıdır, yəni Afşar xan Aşurbəylinin nəvəsidir ki, Azərbaycanın çox böyük tədqiqatçısıdır, tarixçisidir.
Alaçıqlarda, küzlərdə, ağıllarda qışlayan Elat əhli, yazın 45-də, baharın ilıq nəfəsi yal yamacı al-əlvan rəngə boyayan kimi Elatın qırışığı açılardı. Atlı ilxılı, qoyunlu quzulu, naxırlı, ulaqlı köç kərvanları bəziyərdi yaylaq yollarını. Yer yığış olunar, Elat daşlanardı üzü yaylaqlara doğru. Ay Mirzə, yəhərrəsən tez atları, ölürəm yaylağa getməkdən ötürü. Yüyən vur kəhərə, bərk çək tafqırı, ölürəm yaylağa getməkdən ötürü. Yapıncını bağla atın tərginə, göy qovuşar, dolu yağar, sel olar. Götür aynalını, bağla qatarı, yol işidi, fitnə fəsad, feyl olar. Unutma xurcunu, həm dəstərxanı, pendir lavaş götür, yolda yiyərik. Qıl sicimdə götür, Səna İmamoğlu, düşəndə atları örükləyərik. İsa bulağına enək yarmadan, doyunca suyundan içib məst olaq. Bir gün oğurlayaq qoca fələkdən, meşənin qoynunda xəyala dalaq. Atlalaq oradan saxsı bulağa, qayalar üstündə biz süfrə açaq. Yağlı qaburğanı çəkək şişlərə, gözləyək közünü salınca ocaq. Zarıslıda dönək nalbənd yanına, yadigar dəyişsin köhnə nalları. Əli bulağından üzü yuxarı, çünki sərt olacaq yaylaq yolları. Bu poemada o köç mənzərələri təsvir olunur. Aran sayılan, yəni Ağcabədi rayonunun bu Afşar kəndi yerləşdiyi, o cümlədən digər Elatın yerləşdiyi ərazidən yaylağa köç başlayardı. Bizim köç xəritəmiz belə idi. Elə ki, atlar, dəvələr yüklənirdi, Elat yüklənirdi. Keçirdik biz Şahtəpədən, yol alırdıq Pirağ bulağı deyilən yerə səmt və oradan keçirdik Ağdama. Ağdamdansa Xocalıya tərəf köç yol alırdı və bu köç mərasimi çox hədsiz dərəcədə maraqlı idi. Köç məsələsi belə bir prosesdir ki, gərək ora sübh tezdən başlayasan. Çünki gün ərzində atla, dəvə ilə, qoyun sürüləri ilə, malqarı ilə müəyyən məsafə qət eləyib, sonra həmin ərazidə axşamlanırdı. O yer elə seçilirdi ki, həm orada malqaranın yerləşməsi üçün, otlaması üçün şərait olsun, həm su olsun, həm də o axşamı orada axşamlamaq üçün müəyyən şərait olsun ki, o vaxtı çubuqları yüklüyürdülər atlara, çadır və yaxud qəlib olurdu, hansı ki bir müvəqqəti dəyə qururdular bir axşamlığa. Qalxdı, köç eylədi Afşar elləri, ağır-ağır gedən ellər bizimdir. Ərəb atlar yaxın eylər İrağı, uca dağdan aşan yollar bizimdir. Beləliklə biz Ağdamı keçəndən sonra Xocalıya, Xocalını keçəndən sonra Əskərana, Əskəranı keçəndən sonra Ağa körpüsünə və oradan dolayları qalxıb Şuşuya. Dəvələrin zınqırovun bağlayın, sarban tutsun of sarının ipini. Gərdən çəkib yol aldıqca dəvələr, zınqırovlar çalsın zəngi üstünü. Yükləyək fərməşi qara öküzə, örkənlə belini möhkəm sarıyaq. Çubuğu aşıraq sarı madyana, ləngimə, qabağa düşək bir ayaq. Köçün arxasınca gəlsin qoyunlar,
çəksin ala keçi sürünün başın. Səslə çobanları, qoy cəld olsunlar, gün çıxmamış keçək əyrinin qaşın. Su tökün başına, yorğun öküzün, qoyma dizin atıb uzansın yerə. Ayıq-sayıq olsun köçü sürənlər, yaxşı tutsun öz işini qoy hərə. Yaylaq düşərgəmiz olsun üç təpə, alaçıqlar qoşa-qoşa yayılsın, şınqırığa çıxsın ərgən cavanlar, qıyxırığı dağa daşa yayılsın. Gecənin ayazı üşütsün bizi, bürünək yorğana döşək üstündə, dan üzü kövrəlib şehlənsin çəmən, tezdən ayaq yalın gəzək üstündə. Kerək 7 qatı ötək dəlmədən, suvaraq atları biz həkəridə. Gecə qonaq qalaq şəhri Laçında, burada bal dadıyır quru çörəkdə. Qoyun dəvələrin cihazlarını, üstünə məxmərdən döşək də salın. Qundaqlı gəlinlər minsin dəviyə, köç boyu üstündə göz qulaq olun.